2024-cü ildə 4-cü qrupda keçirilmiş qəbul sualından 40-cı sual izahı. 40-cı sualda deməli deyir enant lifi. Enant lifi nədən əməl gəlib? Omega amin, yəni CH2-dən 6 dənə amin, yəni NH2 turşusu, amin enant turşusu. Bu zaman NH2-dən H, çünki turşudan OH, spirtdən H qaydası və yaxud da əsasdan H qaydasına əsasən CH2 6 CO. Bu şəkildə yazırıq. İçəridə olan hissə aiddir enanta. Deməli, burada bizdən soruşur ki, enant lifində metilin qruplarının sayı. Hal-hazırda metilin qrupu neçə dənədir? 6 dənə. Metilin qrupu hansı idi? CH2 qrupu. Deməli, 6 CH2 var burada. İkinci deyir Lafsan. Lafsan əmələ gəlibdir. Tereftal turşusundan birbaş formulu yazım. Aşağı C sıxsın deyə. Deməli, CO. Bu hissədən də çölə OH çıxardırıq. Sonra CO və etil spirtindən O, CH2, spirtdən də H qopur. OH yox uşaqlar, bir dənə özüm hesab edin. Deməli, O, CH2, CH2, O. H da buradan kənara çıxır. Burada isə metilin qruplarının sayı 2 dənədir. Niyə? Çünki bu üçüncüdə olan hamısı CH qrupu. Burada diqqətli olursunuz. CH qrupudur. 2 dənə burada metilin qrupu vardır. Deməli, birincini X-la ifadə edibdir. İkincini Y-la. Deməli, X-in qiyməti 6-dır. Y-in qiymətinin X-ə bərabər olmur. Burada elə birbaş nisbəti istəyir. Başqa elə heç nəyə ehtiyac yoxdur. Bir tipli suallarda bəzən onun bərabərliyini düzəltmək istəyirlər. İndi X Y-a böləndə 6-nı 2-yə böləndə 3 A variantı olacaqdır.